Salam, hər vaxtınız xeyir dəyərli dostlar. Mən Ceyhun Fağımlı Ünaqlı. Kater mövzusu ilə bağlı hazırladığım test nizamını sizinlə bölüşəcəm. Ümid edirəm qarşımıza çıxan katerlə bağlı suallarda problem yaranmaz. İlk öncə videonu dəyəndirib testləri özünüz həll edin. Sonra isə videonu davam etdirib izaha baxın. Başlayaq. Ya Allah. Deyir, kater göldə 48 km, axma sürəti 12 km/saat olan çayda 80 km axın üzrə hərəkət etdi. Kater 6 saat göldə olubsa, axın üzrə neçə saat yol gedib? İlk öncə biz katerin sürətini tapmalıyıq. Bunun üçün bu hissəyə diqqət etməliyik. Deyir, kater 6 saat göldə olub və həmin göldə də 48 km gedir. Biz bilirik ki, gölün axma sürəti yoxdur. Ona görə yalnız katerin sürəti üzrə hərəkət edəcək. Deməli, o da 6 var x bərabər, yəni katerin sürətini x etsək, 6 var 48, x bərabərdir 8 km/saat. O katerin sürətini tapdıq. Sonra keçirik çay axını üzrə neçə saat yol gedib onu tapmağa. Onu da bilmək üçün neçə saatın əvəzində biz x, y yazırıq. Y vurulsun, mötərizə içində 8 + 12 bağlayırıq. 80. Biz axın deyəndə çayla katerin sürətini ona görə toplayırıq ki, çayın sürəti katerin sürətinə kömək edir ki, daha tez çata bilsin. Axına qarşı gedəndə isə çıxırıq. Yəni katerin sürətindən çayın sürətini çıxırıq. Çünki çay sürəti axına qarşı gedəndə katerin sürətinə mane olur və onun sürətini həm azaldır, həm də vaxtını uzadır. Y bərabərdir 4. Deməli, tapdıq. Deməli, axın üzrə neçə saat yol gedib? 4 saat. Keçən növbəti testdə deyir, katerin sürəti çayın axma sürətindən 5 km çoxdur. İlk öncə biz burada katerlə çayı yazırıq. Adını qeyd edirik. Çayın sürəti heç bir sürətdə məlum olmadığı üçün çayın sürətini x yazırıq. Katerin sürətinə deyir ki, 5 km çoxdur, x + 5. Kater axın üzrə 60 km yolda 6 saata gedərsə, çayın axma sürətini tapaq. Axın üzrə gedirsə, bilirik ki, çayla katerin sürəti toplanacaq. Vurulacaq 6 bərabər 60 km. 2x üstəgəl 5 bərabər 10. 2x bərabər 5, x də bərabər 2 km, 2,5 km. Çayın da sürəti bərabərdir 2 km, 2,5 km/saat. Sonra keçirik növbəti testə. Deyir, axma sürəti 8 km olan çayda 9 km sürəti olan kater 68 km axın üzrə və axına qarşı hərəkət etdi. O neçə saat yolda oldu? Bunun üçün biz bilirik ki, axın üzrə gedirsə, katerlə çayın sürətini toplayırıq. Amma axına qarşı gedəndə çayın sürətindən, katerin sürətindən çayın sürətini çıxırıq. Bunun üçün ilk öncə katerlə çayın sürətini toplayırıq və x-ə vurub 68-ə bərabər edirik. X vurulsun 17 bərabər 68, x də bərabərdir 4 saat. Deməli, kater axın üzrə 4 saat yolda olub. Axına qarşı deyiriksə, onda katerin sürətindən çayın sürətini çıxıb verilən saatda vuracaq. Verilən saatda olmadığı üçün onu y ilə əvəz edirik. Y vurulsun 1 bərabərdir 68, y də bərabərdir 68. Yəni 68 saat axına qarşı hərəkət edib. Axın üzrə, axına qarşı da 68-dir. Cəmi nə qədər edədir? Neçə saat olub? 468 edir 72. İzahımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı oldu. Kanala abunə olmağı, videonu bəyənməyi, rəy bildirməyi, paylaşmağı unutmayın. Təşəkkür edirəm. Uğurlar hər birinizə.